Süni intellekt dünyanı dəyişir, lakin bu texnoloji sıçrayışın görünməyən, həm də olduqca dırnaqarası susuz bir tərəfi var. Rəqəmsal beyinlərin hər bir sorğuya cavab verməsi üçün minlərlə serverin eyni vaxtda çalışması lazımdır. Bu isə böyük həcmdə istilik deməkdir. Müasir dövrdə həmin istiliyin qarşısını almaq üçün ənənəvi hava soyutma sistemləri artıq kifayət etmir. Son dövrlərdə alimlər suya üstünlük verirlər. Yəni su ilə soyutma sistemləri daha da effektiv alınır. İstini daha da effektiv biz o prosesorlardan alıb çölə ötürə bilirik. Misal üçün Google şirkətini götürsək, o öz data mərkəzlərində həmin o üsuldan istifadə edir. Yəni bu proses necə baş verir? Buxarlanmış suyu verirlər data mərkəzə və o istini apararaq çıxardır çölə. Yəqin siz fikir vermişsiniz, nəhəng data mərkəzlərinin üstündə belə bir buxar izi də var. Lakin hər su bu sistemlər üçün yararlı deyil. Data mərkəzlərinin iştahası təkcə kəmiyyətlə deyil, həm də keyfiyyətlə ölçülür. Çünki texnoloji avadanlıqların uzunömürlülüyü birbaşa istifadə olunan mayenin tərkibindən asılıdır. Təmiz su, içməli su yox, təmiz su. H2O o. Çünki o içməli suyun tərkibində faydalı maddələr var. Onlar isə qızandan həmin o borularda ərp yaradır və s. onun soyutma effektivliyini azalda bilər. Və eyni zamanda son dövrlərdə daha da effektiv üsullar var. Dielektrik maddələr var. Birbaşa o data mərkəzlərin prosesorlarında həmin o maddə, yəni o cərəyan keçirmir, o maddənin içinə deməli salırlar və orada istini alıb dövr edir. Mütəxəssislərin hesablamalarına görə süni intellektlə hər 20-50 sual-cavab seansı təxminən yarım litr suyun buxarlanması deməkdir. Bu, qlobal su qıtlığı fonunda rəqəmsal gələcəyin ən böyük çağırışlarından biri hesab olunur. Elə biz də sualı birbaşa ünvanına süni intellektə verdik. Cavab isə düşündürücüdür. Hər yeni məlumat, hər yeni kod sətri əslində təbiətin minlərlə damla suyu hesabına başa gəlir. Görünən odur ki, süni intellekt nə qədər virtual görünsə də, onun varlığı real təbii resurslardan birbaşa asılıdır. Texnologiya nəhəngləri indi bir tərəfdən algoritmləri təkmilləşdirir, digər tərəfdən isə təbiətə dəyən zərəri minimuma endirmək üçün çıxış yolları axtarırlar.